Əziz bilgələr, bugün də sizi Xankəndidən salamlayıram. Bugün Azərbaycan Xalq Cümhuriyyətinin xarici siyasətini keçirik və bu 11-lərimizi belə qiyabi olaraq sizinlə tanış etmək istəyirəm. Allahın izni ilə bu ilki, yəni bu tədris ilindəki blok imtahanında bu 11-lərimizdən 2-3 dənə qurbanımız olacaq. Yüksək ballar universitetə girəcəklər demirəm, yaxşı qurbanlarımız olacaq. Kəsinti, yeyinti, belə işlərlə qarşınızda axırda şəkillərini paylaşacağım bunların. Arxasında da o dama paltar da əllərində nömrə tutacaqlar belə. Danışdığım xarici siyasətdir. Xarici siyasətdə birinci biz İstiqlal bəyannaməsində bir-iki cümlə qeyd eləmişdik. Dedik ki, orada Azərbaycan Xalq Cümhuriyyətinin məqsədi əvvəlcə ətraf dövlətlərlə, eyni zamanda beynəlxalq aləmin üzvü olan dövlətlərlə diplomatik münasibət qurmaq, öz müstəqilliyini tanımasına nail olmaq, sonra da beynəlxalq aləmdə, təşkilatlarda fəal iştirak eləmək istəyirdi. Həmin cümlələr üzərindən elə xarici siyasətimizi qururuq. Biz əslində xarici siyasəti birinci qeyd eləmişəm Osmanlının adını. Çünki birinci yazmışam özüm ətraf dövlətləri, sonra beynəlxalq aləmin üzvlərini yazmışam. İndi onların hamısına danışacağım. Osmanlı nəyə görə yazmışam? Onsuz da biz yaranması dərsinin içərisində Osmanlı haqqında bir-iki cümlə ilə ifadə elədik fikrimizi. Dedik ki, orada 18-ci il iyunun 4-də Batın müqaviləsi imzalanmışdı. Batın müqaviləsinə görə Osmanlı xarici siyasətdə Azərbaycan Xalq Cümhuriyyətini tanıyan ilk dövlət olur. Dostluq müqaviləsi idi. Burada keçən imtahana düşmüşdü Batın müqaviləsinin hərbi müqavilə olması barədə. Bu səhv götürülmüşdü. Hərçənd ki, orada müqavilənin 4-cü bəndində deyir ki, hərbi yardım göstərilməsi nəzərdə tutulur lazım olsa və istəmişdik biz bunu. Amma yekunda müqavilə dostluq müqaviləsi olduğu üçün hərbi bənd orada yer almır. Yəni, hərbi məqsəd deyil idi. Batın müqaviləsinə görə Osmanlı dedim ki, bizim müstəqilliyimizi tanıdı beynəlxalq aləmdə. Ta ki 18-ci ilin noyabrına qədər bizim xarici siyasət kursumuzun əsas istiqaməti Osmanlıya idi. Yəni, biz Osmanlı ilə müttəfiq idik, Osmanlının köməyindən istifadə edirdik, gücümüz çatırdısa Osmanlıya nədəsə kömək edirdik və s. Ki, gücümüz çatmırdı işləyə. Hələ bizim onsuz da tanınmağa ehtiyacımız var idi. İkinci danışmaq istədiyim dövlət Ermənistandır. Ermənistan ümumiyyətlə nətər yaranmışdı? Mən sizə ondan söhbət edeyim. 1918-ci ilin, indi o məsələyə gələcəm. 1918-ci ilin mayın 29-unda, hələ 29-dan əvvəl erməni nümayəndələri bizə bir təklif göndərmişlər ki, bizə bir şəhər verin, paytaxt eləyək. Vəziyyət də belə ki, ən böyük, ən bəlalı nöqtə budur, elə Azərbaycan xalqının, Azərbaycan cəmiyyətinin təsir üstü ilə bildirirəm ki, bu məsələdə Azərbaycan Xalq Cümhuriyyətini xain çıxardırlar ki, İrəvanı Azərbaycan Xalq Cümhuriyyəti satıb Ermənistana. Keçən dəfə bilmirəm, daxili siyasətin içində bu barədə danışmışam yoxsa yox. Amma burada bir dənə də təkrar danışım, işdə danışmamış olsam. Əvvəlcə onu qeyd eləyək ki, hadisə baş verib 18-ci ildə dediyim kimi. Baxaq, 1918-ci ilin mayında, mayın 29-unda belə bir qanun qəbul olunub. Mayın 29-unda biz hələ hardaydıq Tiflisdə. Ölkə nəzarət eləyə bilmirdik. Nə Gəncəyə nəzarət eləyirdik, nə Bakıya nəzarət eləyirdik, nə Qarabağa, nə Naxçıvana, nə İrəvana. Heç bir nəzarət nöqtəsi bizdə deyildi. İndi bu dəmdə əvvəlcə bu Ermənistan dövlətinin yaradılması böyük güclərin sifarişi idi ümumiyyətlə. Qalib dövlətlər, yəni Antanta tərəfi istəyirlər ki, Qafqazda elə bir dövlət yaratsınlar ki, Osmanlı ilə müsəlman şərq arasında əlaqə kəsilsin. Təbii ki, bu halda da istifadə olunacaq millət hansı olmalıdır? Ermənistan olmalıdır. İndi bunlar Osmanlıya birinci deyirlər ki, Aleksandropolu ver Ermənistana, Aleksandropol paytaxt olsun, bu da Osmanlıya sərf eləmir. Osmanlı da deyir ki, yox, mən sizə bir şəhər taparam, təki məndən uzaq olun. Biz də gəlib yaxımızdan yapışır ki, deyir ki, ya İrəvanı verəsən Ermənistana, İrəvan Ermənistanın paytaxtı olacaq, ya da sən müstəqillik məsələsini unut, mən də sağ kömək eləyə bilməyəcəm. Biz də bayaqki prinsipə əsasın, və elə olmalıdır, siyasətin ümumiyyətlə qardaş dost söhbətləri yoxdur, hamısı məqsəd çıxardır. Biz də dayanağaraq əlatsızlıqdan 29 may tarixində razılaşırıq ki, belədir. İrəvan getdi. İrəvanın getməsinə yenə deyirəm, heç kim Azərbaycan Xalq Cümhuriyyətini xain adlandıra bilməz. Çünki çox məntiqsiz bir şeydir. Sənin əlində olmayan bir şeyi sən qoruya bilməzsən. Nə də ona sahiblənə bilməzsən. Ona görə sən birinci onu ələ keçirəydin. Məsələn, İrəvan bizdə olsaydı, yenə AXC İrəvan vermək istəsəydi, hə, onu da mən razılaşardım ki, düzdür.
xainlik olub. Ermənistanla biz müqaviləni bağlayanda mayın 29-unda bir-birimizin arasında şər kəsir. Deyir ki, biz sağ o halda İrəvanı veririk ki, sən bizim Zəngəzur, Qarabağ, Naxçıvan, məsəl üçün Şərur, Dərələz bölgələrimizə toxunmayasan. Ermənistan da deyir, yaxşı, köhnə Ermənistandır da. Dövləti yaradırlar, paytaxtı yaradırlar, amma başlayır Andronik'in başçılığı altında bizim həmin hissələrə hücumlar həyata keçirməyə. Yenə də həmin bölgələrimizə qırğınlar törədilir. Hələ bu dövrdə dövlət nəzarət edə bilmirdi, ora qırğınlara da heç nə edə bilmirdi. Yəni müqavilədə su üzərində imzalanmış müqavilədə dağıldı. Növbəti indi Ermənistanın işğalsız siyasəti ilə bağlı növbəti dərsdə, süqut dərsində daha ətraflı söhbət edəcəyik. İndi isə Gürcüstandan danışırıq. Mən bundan 2 il əvvəl onlarda təqribi. Gürcüstan bu dərsin izahını onda çəkəndə də Gürcüstana eyni münasibətdəydim. İndi də Gürcüstana eyni münasibətdəyim. Biz Gürcüstanla dostluq, tərəfdaşıq, qonşuyuq, amma dost deyilik. Çünki özünüz də bu dərsin izahına sürədə süqut dərsində müşahidə olasınız. Nəysə, Gürcüstanla əvvəlcə biz normal münasibətdə deyil idik. Məsələn, aramızda ərazi problemləri var idi. Qazax, Borçalıdır, Ahal, Tələkdir, Loru bölgələri bizim torpaqlardır qədimi. Həmin bölgələr Gürcülər ərazi iddiası irəli sürürlər, deyirlər ki, bura bizimdir. İndi bu məsələdə də Nadir Şahı günahlandırırlar ki, bəs Nadir Şah o vaxt o torpaqları verməsəydi, Gürcülər oranı işğal edə bilməz. Çox boş söhbətdir bu. Nəyə görə boş söhbətdir? Nadir Şahdan sonra Azərbaycan hökmdarları içərisində qüdrətli bir hökmdar çıxsaydı, həmin torpaqları azad edə bilsəydi, torpaqlar bizim olacaqdı indi. Gürcünün olmayacaqdı. Sadəcə ondan sonra bizim evimiz yıxıldı, belimiz qırıldı, ortaya düzəməli bir hökmdar nümayəndə çıxarda bilmədik deyə Borçalı getdi Gürcüstana. Borçalının sırf verilməsi məsələsini biz gələn dərslərdə, Azərbaycan SSR dərsində ətraflı söhbət edəcəyik. Nəysə, Gürcüstanla bir təhəm münasibətləri güya diplomatik yolla qaydaya salırıq. Deyirik ki, hə, biz dost olaq, strateji müttəfiq olaq və 19-cu ilin iyununda bunlarla bir müqavilə imzalayırıq. Nəyə görə müqavilə imzalamışıq? Burada qəbulda təhlükəli sual düşmüşdü bir dəfə. Biz Gürcüstanla Denikinə qarşı, Denikin kim idi? Rusiyada vətəndaş müharibəsi gedirdi bu ildə, 18-20-ci illər aralığında. 2 dənə tərəf vardı. Bir Ağqvardiyasılar, bir də Qırmızılar. Qırmızılar Bolşeviklər idi, Ağqvardiyasılar da köhnə bir çar hökumətinin tərəfdarları idi. Bu Ağqvardiyasılardan başçılarından biri Denikin adlı bir adam idi. Denikin gəlir, bizə istiqamətə gəlir, elə bir Qafqaza gəlir. Və biz Gürcüstanla razılaşırıq ki, Denikinə qarşı bir yerdə olaq. Bax, Sovet Rusiyasına qarşı razılaşmırıq, ha. Sovet Rusiyası hələ gəlməmişdi Qafqaza. Denikinə qarşı razılaşırıq. Çünki tezdə Sovet Rusiyası sözünü verirlər orada. Məsələn, Gürcüstanla razılaşırıq və təzə kitabda burada da qeyd edir ki, Azərbaycanın Tiflisdə, Gürcülərin də Bakıda səfirlikləri fəaliyyətə başlayıb bu tarixdən etibarən. Nəsə razılaşırıq, müqavilə imzalayırıq, amma sonra Gürcüstan bizə kömək eləmir. Sovet Rusiyası üzərimizə gələndə, işğal eləyəndə, indi onun süqut dərsində də bir dəfə eyb yox danışaram, o yerində danışım elə. Gürcüstan bizə kömək eləmir. Bizə deyir ki, Batumun bizə aid olduğunu tanı, biz sana kömək eləyək. Bu müqavilə üçüllü idi. Bizə deyir ki, yaxşı da tanıyıram, Batum olsun sənin. Kömək göndər bizə, hərbi lazımdır. Göndərmir. Yəni, Gürcüstan bu Gürcüstandır. İndi bu dəqiqə Azərbaycan dövləti sarsılsa, İraq olsun, nəsə başımıza bir faciə gəlsə, Gürcüstanda da biraz millətçi adam hakimiyyətə gəlsə, Zaqatala bölgəsini işğal etmək istəyəcək. Çünki Zaqatala bölgəsinə bağlı tərəflər arasında fikir ayrılığı var idi. Bu da növbəti dərsdə yenə bu qayıdacaq məsələyə. Gürcüstana bir quş. Növbəti isə Dağlı Respublikasıdır. Bu Dağlı Respublikası şimalda yerləşirdi, bizdən şimalda. İndiki Dağıstan istiqamətində. Ondan da bir balaca yuxarıda. Dağlı Respublikası Çar Rusiyasının süqutundan sonra yaranmış dövlət idi. Bizim üçün əhəmiyyəti nə idi Dağlı Respublikasının? Şimaldan gələn yürüşlərin, təhlükənin qarşısını alırdı. Elə ki, bizim üçün bir bənd idi də, müdafiə bəndi idi. Dağlı Respublikası ilə də əvvəlcə ərazi problemimiz var idi. Keçmiş kitablarda yazılır ki, bunlar Quba ərazisini iddia irəli sürürlər. Sonra diplomatik yolla münasibətləri nizama salırıq. Hətta Dağlı Respublikasına müqavilələr də imzalayırıq qarşılıqlı ki, biz sizə kömək edirik. Onlar bizə lazım olanda inanmıram. Onlar bizdən də pis gündəydilər. Kömək eləyəcəkdilər. Amma 19-un yazına kimi gəlir bu proses. 19-un yazında nəsə bunları Sovet Rusiyası işğal edir. Denikin işğal edir. Denikin işğalından sonra bunlar gedir. Elə o prosesdən sonra gəlir bura. Denikin işğal edir, sonra Denikin bizə təhlükə yaradır. Biz Gürcüstanla münasibətləri qururuq. Növbəti qonşumuz Qacar dövlətidir, cənubda yerləşirdi, indiki İran ərazisində. Biz müstəqillik qazanandan sonra
Qacarlar bizə deyirlər ki, əvvəlcə tərəflər arasında bir sərhəd olan Türkmensay müqaviləsi idi. Qacarlar da deyir ki, biz Türkmensay müqaviləsini Çar Rusiyasına imzalamışdıq. Çar imperiyası süqut edib deyə Türkmensay müqaviləsi qüvvədən düşmüş sayılır. İndi bu torpaqlar da bizimdir, bizə deyir, bizim ərazi. Deyir, biz sizi qatacaq özümüzə. Bir usta ki, bizim dövlətin adının Azərbaycan olması, onlar deyir ki, siz bizi ərazi iddiası irəli sürürsünüz. Çünki Azərbaycan adlı onlarda vilayət var, Cənub Azərbaycan. Yəni isə bizi tanımırlar da, deyirlər ki, tanımaq da qırağa, deyirlər ki, biz sizi tutacaq, işğal edəcək, qatacaq özümüzə. Bu dəmdə ingilislər bizə kömək eləyir. İngilislər bunlarla müqavilə imzalayıb 19 avqustunda gələcək dərslərdə danışacağıq. İngilislərin bunlarla müqaviləsindən sonra bunların biraz vicdanı yumşalır və 20-ci ilin martında Qacar dövləti ilə Azərbaycan Xalq Cümhuriyyəti arasında dostluq müqaviləsi imzalanır. Bax, hərbi müqavilə imzalanmır, dostluq müqaviləsi imzalanır. Təəssüf ki, təzə ştatlarda çox kədərlənərək bildirirəm ki, buradan bir-iki şey çıxardıblar. Məsələn, orada qeyd olunurdu ki, bu müqaviləyə görə Azərbaycanın Təbrizdə konsulluğu, Tehranda səfirliyi açılır. Təzə kitabdan bunu çıxardıblar, çox da lazımsız bir şeydir. Yəni, çıxardılması lazımsız bir şeydir. Orada olmalıydı. O kitabda qalmalıydı. Mən amma bunu qeyd edirəm ki, uşaqların nəzərində olsun. Çünki onsuz uşaqlara verilən testlərin içərisində bəzən köhnə testlər olacaq, oradan sual düşəcək. Ona görə yaddaşda qalmalıdır. Neysə, bunlar bizə indi dostluq, tərəfdaşlıq, ittifaq müqaviləsi imzalayırlar. Bu hadisələr də bu hadisə neçənci hökumət? 5-ci hökumətin xarici siyasətinə düşən tədbirdir. İndi gəlirik bunlara. Urset. Rusiyanın başı qarışmışdı. Biz SWIFT-də nə qədər hərəkət edirdiksə eləyirdik. Sonra Rusiya ilə münasibətlərimiz düzəlmədi. Hətta 4-cü hökumət, yəni Nəsib bəy Yusufbəyli Rusiya ilə münasibətləri nizama qoymaq üçün tədbirlər həyata keçirsə də gənə Rusiyaya bəyəndirə bilmədik özümüzü. Elə axırda da evimizi yıxırlar. İndi Rusiya ilə münasibətlər hissəsi düzdür. Burada geniş yazılmayıb. Bunun süqut dərsinin içərisində geniş danışacağam. Sadəcə elə burada bir-iki cümlə ilə bildirmək istədim ki, Rusiya ilə münasibətləri biz qaydaya sala bilmirik. Bizim müstəqilliyimizi tanımırlar. Bizi öz ərazisi kimi görürlər, amma ilk vaxtlar bunu ifadə eləmirdilər. Sonradan ifadə edirlər, elə axırda da işğal edirlər dövlətimizi. İndi bu bizim sərhəd dövlətləri idi. İndi isə keçirib beynəlxalq aləmin üzvləri ilə münasibətlərə. Ümumiyyətlə, bayaq qeyd elədim ki, bir məsələni qeyd edək ki, bax, burada Paris hissəsində qeyd eləmişəm. 1918-ci ilin dekabrında Topçubaşovun başçılığı altında bir nümayəndə heyəti hazırlayırıq. Və bu nümayəndə heyətini göndərir ki, Parisə ki, geçsin bizi orada təmsil eləsin və müstəqilliyimizi tanısınlar. Bu nümayəndə heyətinin göndəririk əvvəlcə buradan gedirlər İstanbula. Sonra Parisə getmək üçün bizə viza verməlidirlər. Bu viza verilmir. Vizanın verilməməsinin səbəbi köhnə izahda da bunu demişəm. Həmin nümayəndə heyətinin içərisində Əhməd bəy Ağayevin olması idi. Hansı ki, Əhməd bəy Ağayevi ermənilər erməni düşməni kimi təqdim edirlər deyə orada konferansda. Ağayevi buraxmırlar. Bizimkilər də məcbur Ağayevi İstanbulda qoyur, özləri 4 aydan sonra uçurlar Parisə və gedirlər ölkəni təmsil eləməyə. Yenə də əsas məqsədimiz beynəlxalq ictimaiyyətin üzvü olmaq, təşkilatların üzvü olmaq, dövlət müstəqilliyimizi, ərazi bütövlüyümüzü tanıtmaq idi. Buradan birinci biz İngiltərə, yer ev yox, İtaliyadan danışaq. İtaliyadan danışanda Paris konferansında gedən danışıqlar nəticəsində bunlar deyirlər ki, Cənubi Qafqaz Paris konferansına əsasən verilsin İtaliyanın himayəsinə, yəni bizdə. İtaliya birinci bizi bəyənmirdi, sonra çarəsindən bizi götürür himayəsinə. Amma elə idi ki, vəziyyət, İtaliyanın burada qoşun saxlamağa gücü yox idi. Ona görə biz qalmışdıq yəyəsiz. Biz 19-cu ilin sonunda İtaliyaya bir nümayəndə heyəti göndərik ki, bəs kömək edin də bizə, himayəyə götürmüsünüz cəhənnəm, bir içməkdən, yeməkdən, çörəkdən, undan zaddan göndərin də bizə. Bu İtaliyada axırda 20-nin fevralında bizlə bir müqavilə imzalayır və müqaviləyə görə bizə hərbi silah-sursat, donanma üçün ləvazimatlar, zatlar göndərməyə razılaşır. Bu hadisə də 5-ci hökumətə düşür, xarici siyasətə düşür, 20-nin fevralı. Nəsə İtaliyanı bir təhər razı sala bilirik. İndi gəldik İngiltərə məsələsinə. İngiltərə məsələsində bizə orada girişdə 2 dənə şey qeyd edilir. İngilislər Azərbaycana 2 dəfə gəlmişlər. Birincisi 18-ci ilin avqustundaydı, Denstervilin başçılığı altında. Bizi tanımadılar, AXC-ni tanımadı bu dövlət. Gəldi, Sentral-Kaspiyini qorumaq üçün qısa müddət sonra çıxdı getdi. Bunu yaranması dərsinin ətrafında söhbət eləmişəm. İkinci gəliş və nazı qəmzəli gəliş olur 18-ci noyabrında. Hansı ki, Mudros müqaviləsində nə deyir? Mudros müqaviləsi oktyabrın 30-18-ci ildə imzalanıb. Osmanlı 1-ci Dünya müharibəsini tərk edir. Eyni zamanda müqavilədə qeyd edir ki, Osmanlı Cənubi Qafqazdan qoşunlarını çıxartmalı idi. Bizdən qoşunları çıxardandan sonra ingilislər bura qoşun yeridirlər.
Və əslində Mudros müqaviləsində də eyni zamanda qeyd olmuş ki, Azərbaycan torpaqları olan Cənubi Qafqaza daxil olmaqla, biz yəni daxil olmaqla Cənubi Qafqaz İngiltərənin işğal zonasına verilir ilk başlarda. Neysə, Thomson gəlir bura. Gəldi. Biz yaradılması dərsində də bir dəfə qeyd etmişik ki, onların yaratdığı Bakıda general qubernatorluq var idi. O general qubernatorluq imkan vermirdi AXC tədbirlərini rahat həyata keçirsin. Burnu soxuldu hər şeyə. İndi bu Thomson gəldi, oturdu noyabrda Bakıda, bəyənmədi bizi. Dedi ki, yox, bu demokratik deyil, bu o deyil, bu deyil. Biz də məcburdan kursumuzu dəyişdik, Osmanlı kursunu dəyişdik, üzümüzü döndərdik, qibləmizi tutduq İngiltərəyə ki, bəlkə bu kömək eləsə bizi çolumuzu sudan çıxardacaq bunun köməklə. İndi buna başladıq ağız eləməyə ki, başına dönəm, eləmə belə. Nəsə, birtəhər dekabrda parlament yaradılanda, sonra dekabrın axırında 3-cü hökumət yaradılanda İngilislərin nazı ilə oynadıq. Demokratik əsaslarla erməniləri doldurduq, ora keçən dəfə barədə danışmışdım. Doldurduq ora ki, əsas odur bizi sayın. Nəhayət bu Thomson bizi tanımaq haqqında göstəriş verdi. Antantaya yığdı ki, bunlar sözümə baxırlar, bunlara bir-iki dənə güzəşt eləyərsiniz. İşğaldan qorumaq üçün özümüzü belə eləyirdik. Bu İngilislər də bir də 19-cu ilin ortalarında, avqust ayında tərk edirlər Azərbaycanı. Daxili siyasət dərsində buradan danışmalıydım, orada tələsik danışdım keçən dəfə, yadımdan çıxdı. AXC-nin donanması yaradılır. Elə bu İngilislərin çıxanda bizə verdiyi 3-4 dənə dəmir-dümür qırıntısının hesabına 19-un ortalarında donanma yaradılır Xəzərdə. Və bunu indi də qeyd edirəm, əvvəl də qeyd eləmişəm. Azərbaycan Xalq Cümhuriyyətinə qədər heç bir Azərbaycan dövləti Xəzər dənizində hərbi donanma yarada bilmir. Bir dənə AXC yaradır. Nəsə, İngilislər də bizə əslində söz də vermişlər ki, Dərbəndi qoymayacaq Ağqıvardəslər işğal eləsinlər. Sözündə də durmurlar, onu da çıxardıblar oradan. Sonra gəldik Paris konferansına. Bayaq burada qeyd eləmişdim. Qeyd elədiyim üzrə 18 dekabrında bizim nümayəndələrimiz getdi. 19-cu ildə başlayırlar fəaliyyətə orada. Fəaliyyətə başlayırlar, amma bu ABŞ bizi tanımır. ABŞ dirənibdir. Yox. Çünki Ermənistan puldan basır, lobby puldan basır, ABŞ-dan yemək içməkdən verir Wilsonu. Wilsondakı araq xəstəsi idi. Araqdan zaddan verilmişlər Wilsona. Wilson da deyirdi ki, yaxşı da Azərbaycanı tanımırıq. Neysə, bizimkilər gedir, yemir, içmir, buradan 3-4 dənə samagon götürürlər ki, bu Ezmun damarı araqsa biz də damarını tutaq. Bunu yedizdirirlər, sizdirirlər. Yenə deyir ki, sizi rəsmən tanımıram mən. Tanımayacağım. Amma sizlə bir iqtisadi müqavilələr zaten imzalayanıq. Yəni, səndən sonra bunu. Bizimkilər də onda səs qeydi var idi. Tez bunu səsin qeyd edirlər ki, sabah deyək ki, bəs işçiliydim deyib bəhanə eləməsin də. Sabah gətirirlər, aparatı qoyurlar sonsuz. Bax, dedim, söz demişsən. Elə. Nəysə, Wilson da yazığı gəlir də, deyək ki, bunlara baxın, bədbəxtlər. Mənim istehsal edəm aparatdan mənim üzümə dururlar. Nəysə, deyək ki, yaxşı, sizin işinizi biraz həll eləyərik. Amma yenə də tanımır da bizi rəsmən, ABŞ bizi rəsmən tanımır. 20-ci ildə biz İtaliya, İngiltərə və ABŞ yazmamışıq ona, ABŞ şirkətlərindən iqtisadi müqavilə imzaladı. Dövlətlə yox, şirkətləri ilə. Nəsə, bu Paris konferansı gəldi, yetişdi. Biz Wilsonla görüşdən sonra Wilsona da bir sənəd təqdim edirik. 19-cu iyununda memorandumu təqdim edirik. Mayın 28-də o bizlə görüşməyə razı olur. Elə bizim müstəqillimizin birinci yaşı idi deyə xəbər gəlir, burada da bayram edirlər ki, Wilson bizi tanıdı. Nəysə, anı da tanımır. Oynayırıq ki, tərədə biraz oppanıb düşürük. Memorandumda da bizim haqqımıza məlumat verir ki, yəni biz kimi, hansı ərazini əhatə edirik, hansı demokratik işlərlə məşğulluq filan belə bir məlumat veriblər. Bu istiqamətdə uğurlu işlər həyata keçirilir. 1920-ci ilin yanvarın 11-də Paris konferansında AXC de facto tanınır. De facto demişəm, bayaq qeyd eləməyi unutmuşam. Qacarlar bizi de jure tanımışdı. De jure nədir? Hüquqi olaraq. Yəni, ancaq sərhədlərimizi razılaşmır hansı ərazi olduğundan. Amma sadəcə deyir ki, belə bir dövləti tanıyıram. Amma burada de facto tanımışdıq. Yəni, sərhədlərimizi də qeyd edib. Kitabınızda da verib, indi videonun bir tərəfində AXC-nin xəritəsində qeyd edəcəm. Həmin ərazi əhatəsi olmaqla, yəni həmin sərhədlərin daxilində Azərbaycan Xalq Cümhuriyyəti ki, Borçalının böyük bir hissəsi bizdə idi, Zəngəzur qəzası bizdə idi, Göyçə bizdə idi və s. Yəni, torpaqlarımızın böyük bir hissəsi bizdədir, həmin ərazini AXC-nin ərazisi kimi tanıyırlar. Və bu da 5-ci hökumətin xarici siyasətinə düşən tədbir idi. Bu, həqiqətən bayram ediləsi bir şeydir. Düzdür, biz Paris konferansında iştirak edə bilmirik. Bax, bunu qeyd eləyək. Amma oradakı iclaslarda fəal iştirak edirik. Yəni, Parisdə digər iclaslarda. Bizi çünki yeni yaranan və bitərəf dövlətlər qrupuna daxil eləmişdilər. Ona görə də biz konferansa birbaşa buraxılmırıq. İndi burada bir məsələ nədir? Bir dənə qeyd olunur ki, biz
Orada məsəl üçün birləşirik də Gürcüstandır, Estoniyadır, ondan sonra Belarusiyadır, Ukraynadır. Yəni Çar Rusiyasının parçalanmasından sonra yaranmış dövlətlərlə yaxşı bir ittifaq yaradırıq. Kimin qabağına çıxırsa bir yerdə çıxırıq ki, biz istəmirik də bölünməz Rusiya məsələsini. Bir də burada yüngülvari fikir toqquşmaları vardı beynəlxalq güclər arasında. Məsələn, Avropa dövlətləri ABŞ-nin Cənub Qafqaza müdaxiləsini istəmirlər. Ora daxil olmasını istəmirlər. Ona görə biz bu çəkişmədən istifadə edib müəyyən qədər irəliyə bilirdik əslində. Heç nə, Paris konfransını da axırda de facto tanınırıq. Sadəcə bir-iki dənə şey demək istəyirəm buradan. Keçən dərsimizə aid olsa da, keçən izahda təəssüf ki, yadımdan çıxıb deməmişəm onları. Məsələn, nəyi deməmişəm? Mədəni sahədə yarımçı qalmış tədbirimiz Latın qrafikalı əlifbaya keçid idi. İndi siz bunu oxuyasınız. Latın qrafikalı əlifbaya keçid istiqamətində 19-cu ildə komissiya yaranır. Hətta buradan sual düşmüşdü. Azərbaycan SSR ilə düşmüşdü, ya indiki Respublika ilə düşmüşdü ki, komissiyanın yaradılması. Uşaqların hamısı deyir ki, axı müəllim, biz Latın qrafikalı əlifbaya keçənmədik. Dedim, düz deyirsən, keçə bilmədik. Amma komissiya yaradıldı. Orada da sadəcə ki, əlifbaya keçid üçün komissiya yaradılmışdı. Bəli, əlifbaya keçid üçün komissiya yaranır, amma qrafikanın işğal səbəbi ilə qrafikanı tətbiq edə bilmirik, keçmirik, əlifbamızı dəyişə bilmirik. Sonra bir bu donanma sözü yarımçıq qalmışdı. Keçən dəfə yadımdan çıxmışdı, deməmişdim. Sonra bir də nəyi demişəm? Bunlar da önəmlidir. Son zamanlar buradan suallar görürəm. Qarabağ General Qubernatorunun tərkibinə daxil olan qəzalardır. Şuşa, Cavanşir, Cəbrayıl, Zəngəzur. Bir də Naxçıvan General Qubernatorluğuna. Naxçıvandır, Ordubaddır, Şərif Bərələyəzdir. Yəni, bu Vedibasar da qeyd edirlər orada. Bu torpaqlar, nəyə görə bunu biz bilməliyik? Tez-tez sual salırlar bəzən görürsən ki, daxil olmayan qəzaları seç, daxil olan qəzaları seç. Yəni, çətinlik dərəcəsini istəsələr, bu səviyyəyə artıra bilərlər. Gördüyünüz kimi, burada mən Ermənistan adında E hərfini böyüklə yazmışam. Azərbaycanda millətimizin müxtəlif nümayəndələri erməni sözünü belə yazır, cümlənin əvvəlində də, yaxud belə yazırlar. Burada bir dənə ulduz çəkirlər. Güya indi bu söz təhqirdir də bu. Burada hansısa bir hərfi ulduzla verirsən. Yaxud da güya biz burada E hərfini balaca yazanda biz İrəvanı alırıq. Əslində biz burada E-ni balaca yazaraq öz dilimizə qarşı hörmətsiz yeririk. Çünki Azərbaycan Respublikasının dilində, Azərbaycan dilində deyilir ki, əgər xüsusi isimlər cümlə ortasında gəlirsə, yaxud cümlənin əvvəlində gəlirsə, o dövlət adıdır, böyük hərflə yazılmalıdır. Ermənistan sözü böyük yazılmalıdır. Yox, indi o əslində çox pis bir ifadədir. İndi o əsəbləşib elə bir söz deyibdir, amma o sözə görə əslində adamın başını üzərlər. Çünki özdə harda belə bir ərazilərdə bu ifadəni işlətmək qəti surətdə yol verilməz bir şeydir. Bu erməni məsələsinə görə. Bir də bunu xahiş edirəm, növbəti gələn gənclərimizdən, gələcəyimizin gənclərindən, yeni yetmələrimizdən də xahiş edirəm ki, belə şeylər eləməsinlər yəni. Belə məsələlərə vaxt ayırmaq yerinə siz daha yaxşı məşğuliyyətlə başınızı qata bilərsiniz, özünüzü inkişaf edək. Belə yəni bu vətənpərvərlik deyil. Biz elə bilirik ki, bu vətənpərvərdir. Yəni biz erməni sözünü balaca yazanda bayrağı asırıq ora. Getdik sançlıq bayrağı Zəngəzura. Bugünkü qonağımız da Ülviyə idi. Ülviyəni də belə qarşıladıq. Başqa bir sözün qurluğun. Sağ olun. Bəli, düz deyirik. İzləmişsiniz. Valla, pulsuz iş belə olur da. Gələk... Yalanın girib baxırlar, like Türkçə danış. 16 dənə bəyənməklər. Qaraçıdırlar da. Canları çıxır. Gəlin onları qədərləyim. Nə eləmək lazımdır? Növbəti illərdən özüm nə eləyəcəm? Bir dənə xüsusi ödənişli şey yaradacağım. Ancaq məsəl üçün kimsə aylıq ödəniş eləyəndən sonra girib oradan məsəl üçün o məlumatları əldə edə bilər. Ondan sonra olacaq hörmətdir. Bizi yola salır, ondan sonra eləyərsin. Yəni, narahat olmayın, sizə dəst deyirəm deyə sizə pul oxuyası deyiləm. Onsa siz istifadə edən dərsiniz. Amma bəyənin, paylaşın dostlar. Rəy yazın. Mən o gün paylaşdım. Allah'ın dostum, harada paylaşmışsın? Zaman tattım bilgiler ki. Doğrudan. Allah kömək etsin. Paylaşanlardan Allah razı olsun. Növbəti dərsimiz Azərbaycan Xalq Cümhuriyyətinin süqutudur. Təəssüf hissi ilə bildirirəm. Biz nəyə görə bu tarixi öyrənirik? Düzdür, birinci imtihana görə öyrənirik. İkincisi də ona görə öyrənirik ki, bu hadisə bir də başımıza gəlməsin. Amma
buradakı uşaqlar məmur olsalar, bu hadisə bir də başımıza gələcək. Onu mən bilirəm. Çünki Silahlı Qüvvələr günü, bayraq gününü, bəzilərimiz var, hətta yeni bir şəxsiyyət ortaya çıxarıb, Fətəli Rəsulzadə. Belə adamlarla biz ancaq maksimum uğurumuz erməni kiçik hərflə yazmaq, bir də ulduz qoymaq ola bilər. Sağ olun.